Hər birinizi salamlayıram əziz abituriyentlər. Sizinlə birlikdə bu videoda 11-ci siniflər üçün OTK-da keçirilmiş 1 mart 2026-cı il son buraxılış sınaq imtahanından ingilis dili suallarının izahına baxırıq. Sizinlə birlikdə izahlara keçməzdən əvvəl bir challenge haqqında danışmaq istəyirəm. Yeni bir challenge başlatmaq istəyirəm. Buraxılış imtahanına qədər hər gün bir qəbul işləyirsiniz eyni saatda və bu sizə PDF olaraq da paylaşılır. Siz PDF-dən həmin sınağı işləyirsiniz və mütləq və mütləq izahına qulaq asırsınız. İzahlarda artıq bütün boşluqlarınızı doldurmuş olursunuz və sizin üçün bir şey də qeyd edeyim ki, burada esse nümunələri, esseni necə yazmaq olar və esse üçün kalıplar verəcəm. Üçlü sözləri, daha doğrusu mətndən olan cümlələrdən iki sözü dəyişmək, bu qaydanın tam dərinliyinə qədər sizə öyrədəcəm. Və bu challenge-də iştirak etmək üçün iki şərtimiz var. Birinci şərtimiz izləyən hər kəsin kanalımıza abunə olmasını və şərh bölməsinə quiz challenge yazmağınızı xahiş edəcəm. Əgər bugün bu videonun izləyən hər kəs kanalımıza abunə olsa və şərh bölməsinə dediyim kimi quiz challenge yazsa, inşallah ki birinci gündən artıq eyni saatda sizinlə birlikdə qəbul imtahanına qədər bütün boşluqları doldurmaq challenge-inə başlaya bilərik. İndi isə gəlin testlərimizə baxaq. 56-cı testdə bizdən sual sözləri soruşulur. Mütləq cümləni tərcümə edirik. They leave the city. Onlar şəhəri tərk etdilər. Biz bu cümləyə what time qoya bilərik, nə vaxt, when qoya bilərik, nə vaxt tərk etdilər və 5-i qoya bilərik. Çünki bu özlüyündə də ümumi sual cümləsidir. Ona görə cavab olur 1, 3, 5, Y variantı. 57-ci testdə make-up testidir. Make-up testindən sizə demək istədiyim vacib bir qayda var ki, çox yaxşı olar ki, siz imtahanda da deməyin ki, vaxtım azdır, mən bunun hamısını yaza bilmərəm. Bir sual da belə sizə istədiyiniz bala çatdıra bilər. Ona görə də bütün variantları cümlə şəklində, baxın görürsünüz burada da nə qədər boşluqlar qalır. O boşluqlara mütləq bütün cümlələri yazın və cümlə strukturu artıq sizə cavabın hansı olduğunu açıq şəkildə deyəcək. Burada cavab B variantıdır. Deyir ki, there was a lot of traffic, but we managed to get to the airport in time. Lakin biz aeroporta vaxtında çata bildik. Daha doğrusu çox trafik var idi, lakin biz aeroporta vaxtında çata bildik. 58-ci test sözünü testidir. Worry about, to take care isə of-la işlənir. Ona görə cavab olur B variantı. 59-cu testdə I didn't get the job. Mən iş tapa bilmədim. I have all necessary qualification. Mənim bütün lazımi xüsusiyyətlərim, qualification, keyfiyyətlərim var. Yəni, iş üçün lazım olacaq hər şey var, amma iş tapa bilmədim. Burada gördüyünüz kimi ziddiyyət var, iş tapa bilmir, amma bütün qualificationlar var. Cavab olur C. 60-cı testdə article testidir. Gördüyünüz kimi hər iki nöqtədən sonra sayılan tək isim var. Ona görə boşluq olan bütün variantları çıxırıq. Cavab olur ya C, ya da A. And station deyə bir struktur yoxdur. Ona görə cavab olur A variantı. 61-ci testə baxırıq. I have always dreamed of having a small house by sea. Mən deyir, hər zaman arzuluyurdum ki, dənizin yaxınlığında balaca bir evim olsun. Təsdiq cümləsi olduğu üçün neysə variantlarımız yanlışdır. Cümlədə have dreamed, have plus P2 olduğu üçün bu zaman biz did variantını çıxırıq, qalırıq A və D. Cousins cəmdə olduğu üçün has yox, have olmalıydı. Ona görə cavab olur A variantı. İndi isə baxaq 62-ci testin izahına. Burada bizim üçün pronoun testidir. Baxırıq, nöqtələrdən sonra heç bir isim yoxdur. Demək, everydən sonra isim olmalıydı. Any isimlə işlənir, some isimlə işlənir. Cümlə inkar olduğu üçün something qoymaq olmaz. Ona görə cavab olur C variantı. Mütləq tərcüməyə də baxırıq. Anna couldn't tell me anything about English weight and measures. Anna mənə heç nə deyə bilmədi. Demək ki, nöqtədən sonra isim olmadığı üçün anything qoymalıydıq. 63-cü testin izahına baxırıq. 63-də nöqtələrdən əvvəl planet verilib. Bildiyimiz kimi planet cansız isimdir. Amma biz bunu V ilə də təyin edə bilərik. Ona görə əvvəlcə gəlin nə ilə təyin edəcəyimizə baxaq. Nöqtədən əvvəl cansız isim varsa which, Z bağlayıcısız qoyula bilir. A variantında which, C variantı Z qoyulub. What ümumiyyətlə ismi təyin etməz. Birbaşa supports gəlməz. Və Y variantında V-dən sonra birbaşa xəbər gəlməz. V özündən sonra mütləq və mütləq mübtəda və xəbər istəyir complete sentence dərsində. Qalırıq A və C variantı arasında. Planet
təkdə olduğu üçün biz bura support yox, supports qoymalıydıq. Ona görə cavab olur C variantı. It seems that the Earth is the only planet that can support life. Deyir, görünür ki, dünya yaşamağı dəstəkləyən, yəni yaşamağı təmin edən yeganə planetdir. 64-cü testə baxırıq. Tense form verilib bizə. Əvvəlcə nələr olmaz onlara baxaq. I don't know her nephew. Mən onun qardaşının oğlunu görməmişəm. I have never, daha doğrusu tanımıram. I have never seen him before. Mən onu əvvəllər görməmişəm. Bu doğrudur. Mən indi tanımıram. Əvvəllər də onu görməmişəm. Düzdür. 2-də deyir ki, I haven't known. Mən onu tanımıram. Sonra deyir ki, mən onu əvvəllər görmüşdüm. Mənə uyğun gəlmir. 3-də deyir ki, I didn't know. Mən onun qardaşı olduğunu tanımıram. I had never seen him before. Mən onu əvvəllər görməmişdim. Bəli, bu da doğrudur. Mən onu tanıyıram. Sonra da deyir, mən onu əvvəllər görməmişdim. Buradan artıq mənaca da uyğun gəlmir. Ona görə cavab olur 1, 3. A variantı. 65-ci testdə bizdən soruşulur. Passive voice-ə çevrilə bilən, yadınızda saxlayın. Çevrilə bilən cümlələr feildən sonra nəyi, nəyə, kimi, kimə sualına cavab verən sözlərin olmasıdır. Yəni, məsələn, o yatır 8 saat. Yatır sözü özündən sonra nəyi, nəyə, kimi, kimə sualı tələb etmir. Ona görə bir yanlışdır. 2-də deyir, manager will review the report. Deyir, manager baxdı reporta. Bu tamamilə doğrudur. 3-də deyir ki, they organized a conference. Onlar konfransı təşkil etdilər. Nəyi? Konfransı. Demək ki, bu çevrilir. 4-də isə iştirakçılar çatdılar gec. Çatdılar nə vaxt? Çatdılar gec, çatdılar. Bu artıq çevrilmir. Cavab oldu 2 və 3 D variantı. 66-cı testdə o form of the verb soruşur. Mütləq burada feillərə diqqət edin. Promise feili özündən sonra məstər istəyirdi. Ona görə cavab olur D variantı. Ümumiyyətlə C və Y form of the verb yox, tense formdur. Yəni testin başına form of the verb yazılanda birinci işiniz zaman düsturlarını çıxmaqdır. Promise sözü də özündən sonra help ing istəmir deyə bunu çıxırıq. Suggest, recommend olsaydı biz bura helping seçə bilərdik. Burada isə promise özündən sonra məstər istəyir. Mütləq belə feillər əzbərin ki, testə də düşdükdə yanılmayasınız. 67-ci test bildiyimiz kimi agreement testidir. Yəni mübtəda ilə xəbərin uzlaşması. Teacher explain, müəllim izah edir. Explains olmaydı çünki müəllim təkdə verilib. Girl with her friends is waiting outside. Bu doğrudur. Sözünü varsa sözündən əvvələ baxmalıydıq. The idea of learning new languages are yox, is olmaydı çünki of'un birinci tərəfi idea təkdə verilib. The habit of waking up early helps students stay focused. Erkən oyanmaq vərdişi uşaqların fokuslanmasına, fokusda qalmasına kömək eləyir. Bu doğrudur. 2, 4 cavab oldu. Y variantı. 68-ci testdə definition soruşulur bizdən. Confidence, özgüvən. Believe your ability to sing, to be successful. Bu bir əd gedir. Generosity, bunu bir neçə mənalarda verilə bilər. Gəlin bunu variantla uyğunlaşdıraq. Readiness and give readiness. Ürək açıqlıq. Elə burada ürək açıqlıq mənasına verilib. Bəli, bu C-də verməyə, paylaşmağa ürək açıq olmaq, nə isə əlindəki bir şeyi paylaşmağa ürək açıq olmaq, generosity, əl açıqlıq. Bu iki sözün hər biri 10-cu sinifin ilk unitində verilən sözlərdir. Mütləq sözlər, məktəb sözlərinə diqqətli oxuyun. Evidence isə sübut deməkdir. Information or proofs that supports an argument or claim. Bir informasiyadır ki, bir şeyi, bir argumenti dəstəkləmək və onu iddia etmək üçün bir sübutdur. Bəli, elə bu da A-ya gedir. Cavab oldu B, C, A. Cavab oldu B, C, A, D variantı. 69-cu test modal testidir. Mütləq bu bütün variantları diqqətli oxumalıyıq. Onlar yeni maşın ala bildilər ya da ala bilmədilər. Ona görə də onlar bought aldılar. Zamana diqqət edin. İkinci əl maşın aldılar. Demək bu cümlə keçmiş zamandır deyə biz buradakı indiki zamanları çıxırıq. Onlar əgər yeni maşın ala bilirdisə, ona görə də ikinci əl niyə maşın alsınlar? Demək ki, ala bilmirmişlər. Cavab oldu D variantı. 70-ci testdə positive case soruşur bizdən. There is a watchmakers near the post office. Gördüyünüz kimi buradakı apostrof S var. Birinci yerlik deyil, amma watchmakers near the post office var. Watchmakers bu doğrudur. 2-də everydən sonra woman cəmdə gələ bilməz. Çünki every each özündən sonra
variantı yalnız və yalnız tək isim istəyir. 3-də how far is nearest dry cleaners from here? Bəli, bu da doğrudur. Bu watchmakers, dry cleaners, bunların quru təmizləmə deməkdir dry cleaners. Bu arada bunların hər biri məkan, yer bildirir. Necə gildə, ofis, bu tipdə sözlər bilirsiniz də qaydalardan da, bütün qaydalarda bunlar aydın şəkildə verilib. Məsələn, I stayed, mən qaldım at my uncle's. Orada uncle's apostrof s-lə qoyulur, amma özündən sonra house qoyulmur. Bilirik ki, bu gildədir. Bunların hər ikisi də ofis mənasında, yer mənasında, shop mənasında işlədiyi üçün ikisi də doğrudur. 4-də isə 20-dən sonra bitişik s olmalıydı, ayrı s olmamalıydı. Çünki 20 özündən sonra cəm isim istəyir. Ona görə cavab oldu 1-3 D variantı. Bu qaydalara mütləq çox diqqətli şəkildə boşluğunuz varsa oxuyun. Həmin hissələri tam əmin olun. 71-ci testə baxırıq. You look worried today. Has anything happened? Nəsə baş verib, deyirsən, bugün görünürsən. Look bildiyimiz kimi hərəkət bildirməyən feildir. Ona görə də biz bura zərf qoya bilmərik. D variantı və B variantı gedir. Enough heç vaxt sifətin önündə işlənmirdi. Bu variant da gedir. C variantından maçdan sonra müqayisə olur. Bu da yanlışdır. Cavab oldu A. Gördüyünüz kimi very var. Adi dərəcə işlənməli idi. Sən bugün ciddi görünürsən. Nəsə baş verib. İndi isə digər mətnə aid 8 sualı cavablandırmaq üçün mütləq mətnimizi diqqətli şəkildə oxuyaq. Many people are worried about the world's continued dependence on petroleum and coal as energy sources. Deyir ki, çox insanlar dünyanın yağdan, daha doğrusu neftdən və kömürdən enerji mənbəsi kimi bunlardan asıllığının davam etməsinə görə narahatdılar. Çünki bu enerji mənbələri green source deyirlər, yəni mütəmadi olmurlar, tükənə bilirlər və həmçinin də onların tüstüləri yanarkən onlar tüstü buraxırlar və bu tüstü ətraf mühitin çirklənməsinə səbəb olur. Əlavə olaraq da coal and petroleum, kömür və neft yenilənə bilən enerji mənbəsi deyil. Bu da deməkdir ki, onlar bir dəfə istifadə olunur və yerinə cannot be replaced, yenilənmir. Və nəticə olaraq dünya enerji qıtlığı ilə gələcəkdə üzləşə bilər və bu digər bir problem də var ki, bunlar yanarkən böyük miqdarda large amount karbondioksid buraxırlar və bu da qlobal istiliyə gətirib çıxarda bilər. Bu problemlərə görə çox insanlar çalışırlar ki, yenilənə bilən enerji mənbələri tapsınlar, onlardan istifadə etsinlər və bunlardan biri də green enerji mənbəsi olan solar power'dır, yəni günəş enerjisidir, hansı ki günəş panellərin ilə istehsal olunur. Bu panellər elə alətlərdir ki, onlar günəş enerjisini birbaşa udur günəşdən və onları elektrikə çevrilir. In places haradakı elektrik yoxdur və bu yerlərdə bu günəş enerjisi vacib bir seçimdir. Digər vacib yenilənə bilən enerji mənbəsi isə külək enerjisidir. Diqqətli olun, əgər bir neçə şeylər burada sadalanıbsa, suallarda bunları mix şəkildə verəcək, qarışdırmaq üçün. Ona görə də bunların hər bir nüansda hər bir enerji necə istehsal olunur və nədə istifadə olunur. Bax, bunların hamısına full diqqət eləyin. Və deyir ki, bu enerjilər wind enerji istehsal olunur by wind farmlar tərəfindən, hansı ki ora böyük bir ərazidir. Orada böyük wind turbinslər olur, yəni külək turbinləri olur. Bu turbinlər look like, bənzəyirlər. Sualımızın birinə bu cavabdır. Windmillslərə, hansı ki adətən onların 3 uzun qolu olur və külək əsəndə, diqqət edin bu nüansa, bu 3 qol sürətli şəkildə, rapidly şəkildə hərəkət eləyir, fırlanır və enerji produce eləyir, istehsal eləyir. İndi baxaq, günəş turbinləri, daha doğrusu külək turbinləri yerləşir wind farmlarda və windmilllərə bənzəyir. Bəli, bu cümləni elə burada işarət etdiyimiz yerdə demişdi. Bu alətlər, hansı ki, bunlar bir alətdir, hansı ki günəş enerjisini elektrikə çevrilir. Xeyr, küləyi çevirir. 3-də are like windmills and generate energy from wind. Bu doğrudur. Küləkdən enerjiyə çevrilir, generate eləyir enerjini küləkdən. Are cubed avadanlıqlardır, hansı ki 3 dənə balaca, tiny yox, large idi. Burada gördüyünüz kimi long idi. Baxın, bu hissədə yazılıb long idi. Ona görə biz tiny olan sözü istəyirik. Cavab olur 1-3 A variantı. Cavabların hər birini mətndə göstərərək qeyd edirəm ki, düzgünlüyünə əmin olasınız. Siz də mətn işləyərkən mütləq bu metodlardan istifadə edin.
73-cü testdə bizdən doğru variantı soruşur. Deyir nə zaman neft və kömür yanır, istifadə olunur. Orada deyir bunlar enerji qıtlığını aparır. Bəli, bu doğrudur. 2-də deyir ki, günəş panelləri küləkdən alır enerjini. Xeyr, günəşdən alır. 3-də deyir ki, solar enerji, günəş enerjisi istifadə oluna bilər yerlərdə, haradakı, orada elektrik xətləri yoxdur. Bəli, bu doğrudur. Deyilmişdi ki, onlar üçün ən yaxşı alternativdir. 4-də isə deyir ki, nə zaman coal and petroleum yanır, bu zaman small amount, xeyr, böyük miqdardaydı. Kiçik, az miqdarda deyildi. Az miqdarda karbon dioksid buraxılmırdı, çox miqdarda buraxılırdı. Ona görə cavab oldu 1, 3, D variantı. 74-cü testdə bizdən mətn ad soruşur. Gördüyünüz kimi bu mətn tamamilə enerji mənbələrindən danışırdı. Ona görə cavab oldu C. 75-ci testdə what are advantage of renewable energy source? Yenilənə bilən enerji mənbələrinin avantajı nə idi? Bir də soruşur ki, yenilənə bilən enerji mənbələri təbii enerji mənbəsidir. Hansı ki never run out, heç vaxt bitmir. Bəli, bu doğrudur. Yenilənə bilən enerjilər bitmir. 2-də deyir ki, petroleum və coal, kömür kimi yenilənə bilən enerjilərdə çirklənməyə səbəb olur. Xeyr, bu yanlışdır. 3-də deyir ki, yenilənə bilən enerji mənbələri artırır bizim asılılığımızı. Xeyr, əksinə decrease olmalıydı. Bunlar əgər çox olsa bizim artıq kömürdən, neftdən asıllığımız olmaz. Ona görə 3 yanlışdır. Yenilənə bilən enerji mənbəsi kömək eləyir qlobal istiliyə, öz az karbon dioksidin azalması ilə, o qazların azalması ilə qlobal istiliyi reduce eləyir. Bəli, azaldır. Ona görə cavab oldu 1, 4, C variantı. 76-cı testdə bizdən soruşur. İşçi sözünün paragraf 1-də sinonimi. Gördüyünüz kimi paragraf 1-də problem sözü var idi. Baxın, bu hissədə verilib. Elə bu cavaba da biz problem sözünü yaza bilərdik. Problem variant tamamilə problem olmalıydı. Əgər başqa nəsə yazmısınızsa, orada buna münasib bir sinonim yox idi. İndi isə gəlin baxaq 77-ci testdə. 77-də soruşur ki, have a similar appearance to somebody or something. Kiməsə və ya nəyəsə oxşar görünüşün olması. Bu look like idi, verilmişdi 3-cü abzasda. Qayıdıb təkrarda baxa bilərik. Solar panellər are. Bu cümləni mətndən tapıb buna aid biz ən az 2 söz dəyişməliyik. Gəlin biz bu cümləni mətndən tapaq. Baxın, bu hissədə verilib. Bu hissəni ağardım sizin üçün. Baxaq. Bizə verilən hissə buraydı. Solar panels are verilib deyə biz həmin hissənin üstündən xətt çəkirik. Bəs nələrlə dəyişə bilərik uşaqlar? Device sözünü tools sözü ilə dəyişə bilərdiniz. Avadanlıqlar sözü ilə. Equipmentlə dəyişsəz çox güman ki bal verməyəcək. Çünki equipment sözü ümumi avadanlıq mənasındadır və sayılmayan isimdir. Gördüyünüz kimi buradakı söz sayılandır və cəmdir. Dəyişəcəyiniz söz də cəm olmalıydı. Equipmenti də cəmləyə bilməzsiniz. Absorb sözü devices hansı ki enerjini alır, absorb eləyir. Biz bunu consume yaza bilərdik. Baxın, bu hissədə də, mətndə də mən həmişə deyirəm sizə ki, mütləq mətndən baxa bilərsiniz. Mətn suallarında bəzən sinonimlər verilir. Absorb almaq, udmaq, götürmək, istifadə etmək deməkdir. Absorb sözünü dəyişə bilərsiniz. Consume, use sözü ilə consume, use, get from yaza bilərsiniz. Sonra directly sözünü dəyişə bilərsiniz. Straightly sözündən straight sözünü yazaq. Straightly sözü ilə dəyişə bilərsiniz. From isə san sözü dəyişmir. Transform sözünü isə turn sözü ilə dəyişə bilərsiniz. Çevrilir. Elə intosu da burada verilmişdir. Artıq enerji, elektrik sözləri yəqin ki sinonim tapılsınızsa nə gözəl şərh bölməsinə qeyd edərsiniz. Əgər münasibdirsə sizin üçün doğru ya da yanlış olduğunu deyərik. Əvvəlki sualda bir də oxşamaq sözü var idi. Baxın, 77-ci sual idi, səhv etmirəmsə, orada görünüşcə bənzəmək, oxşamaq, elə look like yaza bilərdiniz. Və esena haqqındaydı. Can you imagine the world without electricity? Elektriksiz deyir, dünyanı imagine eləyə bilərsən, yəni təsəvvür eləyə bilərsən. Bu haqda yaza bilərsən ki, ya edə bilmərəm, ya edə bilərəm. Yəqin ki, böyük ehtimal əksəriyyətiniz edə bilmərəm yazmısınız. Essenizi əgər şərh bölməsinə qeyd etsə, sizin üçün essenizi təxmini də bir bal çıxarda bilərəm.
Dinləmə mətnimizlə tanış olaq. Dinləməni mətn formasına yerləşdirmişəm ki, sualların düzgünlüyündən əmin ola biləsiniz. Gəlin oxuyaq. Deyir ki, Solar de Uni, bu Uni şoranlığı deməkdir. Bu dünyada ən qeyri-adi yerlərdən biridir. Soların mənası İspancada duz düzənliyi deməkdir. Bu yerləşir Boliviyada, South Amerikada və bu dünyanın ən böyük duz düzənliyidir və bu digər yerlərdən fərqli görsənir. Yer tamamilə ağ duzla örtülüdür. Diqqətli olun, duzla örtülüdür və bu sonsuz görünür. Quru fəsillərdə the salt flat looks like big white desert. Böyük ağ desertə bənzəyir. İnsanlar burada saatlarla gəzə bilərlər və burada yalnız ətrafda duz olur. Lakin deyir, yağışlı havalarda bir azca su miqdarı torpağın üzərində dayananda, yerin üzərindən örtür və bu su mirror, yəni güzgü kimi görünür. Sanki səmanı əks etdirir və bunun nəticəsində yer sehirli görsənir. Güya ki, the sky and the earth are connected. Günəş, səma ilə yer kürəsi əlaqəlidir. Çox turistlər bura gəlir, Uni şoranlığına gəlir şəkil çəkməyə və sakitlikdən həzz almağa. Burada ağac və binalar yoxdur və bura deyir, ona görə də ərazi sakit hiss etdirir. Duz düzənliyi həmçinin elmdə də vacibdir öz mineralına görə və Uni şoranlığı qeyri-adidir öz təbii gözəlliyinə və its mirror effect, öz güzgü effektinə görə. İndi baxırıq, 80-ci testdə bizə deyir ki, bura öz mineralı ilə də elmdə vacibdir. Bəli, bu doğrudur. Bura tamamilə ağ qumla örtülüb, xeyr, duzla örtülüb demişdi. 3də deyir ki, bura böyük ağ desertdir quru fəsillərdə. Bəli, bunu demişdi, ona bənzəyir. 1-3 doğrudur. Bura öz bitki və binaları ilə sakit yerdir. Xeyr, əksinə binalar yoxdur deyə sakit yerdə. Cavab olur 1-3, C variantı. Və digər suallara baxaq. 81-ci testdə deyir ki, bu yerin təbii gözəlliyi onu qeyri-adi edir. Bəli, doğrudur. B-də deyir ki, bura gəlirlər sakitlikdən avoid, qaçmaq üçün. Xeyr. C variantında deyir ki, burada su yaradır, güzgü effekti, hansı ki günəşi əks etdirir. Xeyr, sky, səmanı əks etdirir. Duz şoranlığı bənzəyir, digər yerlərlə eynidir. Xeyr, demişdi ki, differentdir. Baxın, bu hissədə yazmışdı, differentdir. Ağ duz burada yeri limitli göstərir. Xeyr, sanki dedi ki, bura endlessdir, sonsuzdur. Ona görə elə burada A variantı doğrudur. 82-də deyir ki, cavab nə haqqındadır? Burada D variantı doğrudur. Çünki demişdi ki, dünyanın ən böyük, baxın birinci abzasda demişdi ki, the largest salt flat on the earth, dünyadakı ən böyük duz düzənliyi haqqındadır. D düzdür. 83-cü testdə deyir ki, yağışlı havada nə baş verir? Gəlin əvvəlcə yağışlı hava hissəsini tapaq. Yağışlı havada demişdik ki, burada su yığılır və bu su miqdarı mirror like, yəni güzgü effekti yaradır. Əvvəlcə gəlin həmin hissəni tapaq. Yağışlı hava hissəsini tapırıq. Yağışlı hava hissəsində yazılıb. Bu yağışlı havada a small amount of water covers on the ground. Bəli, bu hissəni yaza bilərdiniz. A small amount, baxın bu hissəni elə bura köçürdək. Amount water covers on the ground. Bu tamamilə doğruydu. Arxasınca yaza bilərdiniz ki, hə bu suda güzgü effekti yaradır. Amma sizə lazım olan hissə tam olaraq bu fəsildə nə olur? Yazmalıydınız həmin hissəni. Yəni az miqdarda su torpağa yığılır. As a result, the place looks like magical. Deyir ki, bu yerin sehirli görünməsi nəticəsində as if güya ki, bu hissənin altına xətt çəkmişdim. Baxın, bunu yazmalıydınız. The sky and the earth are connected. Səma və günəş, daha doğrusu səma və yer kürəsi, the sky and the earth are connected. Earth are connected. Mütləq hamısını yazmalısınız ki, sizə tam bal versinlər. Tam burada yerləşdirə bilmədim. Desert sözünü təsvir edən sifət, bu həm variantda var idi, həm də mətn var idi. Baxın, big yaza bilərdiniz və white yaza bilərdiniz. Hansını yazmışsınızsa, sizdən sadəcə onsuz da birini soruşur, birini yazmışsınızsa bütün bal ala bilərdiniz. Bununla da dinləmə mətnlərimizin də artıq cavabını tam əminliklə bildik. Növbəti videolarda inşallah görüşənədək.